Anam yaşlıdır, namaz qılanda özündən xəbərsiz hərəkət edir. Məsələn, yanındakı uşaqlarla danışır, əli ilə hərəkətlər edir, neysə göstərir. Amma həmişə olmur. Həmin namazı təzədən qılmalıdırmı? Xeyr, o namazı qılmamalıdır, çünki onun üzrü var. O elə bir yaşa dolub gəlib çatıb ki, o yaşda artıq nə etdiyini fərqinə varmır. Və Allah Subhanahu taala bunu ona bağışlayır. Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədisdə deyir ki: "İnnəllah təcavəzə an ümmeti el-xata'a və-nisyan və mə stukrihu aleyh." Allah mənim ümmətimə xəta etdiyini, bilməyib etdiyini, unudub etdiyini və məcburiyyət altında, təzyiq altında, ikrah altında etdiyi əməlləri bağışlayır. Və o da unudaraq bunu edirsə, əlbəttə ki, Allah Subhanahu taala onu bağışlayır. Çünki heç kəs bilərəkdən namazda danışmaz, namazda artıq əski hərəkət eləməz. Hədisi də İbn Hibban, İbn Macə rivayet edib. Başqa bir hədisdə də, deməli, İmam Müslimin səhihində Huzeyfə ibn el-Həkəm Əs-Suləmi radiyallahu anh deyir ki, namazda yanımda olan sahabələrdən biri asqırdı, əlhəmdülillah dedi. Namazda əlhəmdülillah demək icazəlidir, çünki bu duadır, Allahla sənin aranda olan duadır. Lakin deyir, mən ona yarhamukallah dedim. Onda sahabələr başladılar əllərinə vurmağa, əllərinə bir-birinə belə vurmağa, yəni ki, danışma. Namaz qutarandan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem mənin yanına çağırdı, dedi ki, oğlum, namazda danışmaq olmaz. Diqqət edin, xəbərdarlıq edir ki, namazda bir daha danışmasın. Lakin ona demir ki, get namazı təzədən qıl. Bilməyib eləməsi onun üçün üzr sayılır.